Salam mənim əzizlərim. Belə bir açılım edirik. Fevral ayında boğa bürclərini nələr gözləyir? Özü, hərəkəti, sevgi, pul, karyera, iş, sağlıq və ümumi. Fevral ayında boğa bürcü özünü maddi və emosional olaraq qorumaq istəyir. Bu kart sizin üçün təhlükəsizlik axtarışında olduğunuzu göstərir. Artıq asanlıqla risk almırsınız. Ayağınızı möhkəm yerə basmaq istəyirsiniz. Bu enerji sizi stabil saxlayır. Amma kart eyni zamanda xəbərdarlıq edir ki, bəzən həddindən artıq nəzarət etmək inkişafı da ləngidə bilər. Yəni balansı tapmaq lazımdır. Hərəkəti. Fevralda boğa bürcü ənənəvi, düzgün qaydalara uyğun hərəkət edəcək. Yəni bu ayın qaydasına uyğun. Bu ay nə deyir? Spontan deyil, planlı addımlar atılmalıdır. Məsləhət almaq, öyrənmək, rəsmi işlər, müqavilə, dövlət qurumları ilə bağlı mövzular gündəmdə ola bilər. Kart göstərir ki, seçdiyiniz yol doğru və uzun ömürlüdür. Sevgi. Sevgi sahəsində çox gözəl bir kart çıxıb. Məmnunluq, xoşbəxtlik, arzu olunan duyğuların gerçəkləşməsi deməkdir. Münasibətdə olan boğalar üçün rahatlıq, emosional doyum və sevinc var. Tək boğalar isə özünü dəyərli hiss etdirən, istədiyi kimi davranan biri ilə qarşılaşa bilərlər. Sevgi sizi yormayacaq, sizi xoşbəxt edəcək. Pul mövzusunda fevral səbir və qiymətləndirmə ayıdır. Siz artıq əziyyət çəkmisiniz, uzun zamandır gözləyirsiniz. İndi də nəticəni almaq vaxtıdır. Amma gəlir yavaş-yavaş gəlir. Bu ay tez qazanc yoxdur. Planlı, uğurlu olacaq, amma az-az gələcək. Karyerada daha sakit, təhlükəsiz mərhələyə keçir. Sanki qarışıq bir mərhələdən sakit bir mərhələyə keçid edir. Əvvəlki stres, gərginlik artıq arxada qalıb. İş dəyişikliyi, vəzifə dəyişikliyi, düşüncə olaraq daha rahat harda olaram sualını göstərir. Qorxmayın, keçid sizi daha yaxşı yerə aparır deməkdir. Sağlıq, çox gözəl enerjiniz var, bədəniniz güclüdür, bərpa qabiliyyətiniz yüksəkdir. Güclü olmaq özünü yormaq demək deyil. Daxili sakitlik, emosional balans, səbir sağlamlığınızı daha da qoruyacaq. Nəticə olaraq boğa bürcü üçün real, maddi dəyərli bir fürsət ayıdır. Bu yeni iş ola bilər, əlavə gəlir ola bilər, sabit münasibət, uzun müddətli bir başlanğıc ola bilər. Fevral ayı boşuna keçmir, əlinizə bərəkətli bir imkan verir. Ümumi yekunlaşdırsaq, boğalar üçün sabitlik, səbir, təhlükəsiz irəliləyiş qalıcı nəticələr göstərir. Bu ay yavaş gedən, amma sonda qazanan elə boğalar olacaq. Bu qədər mənim istəyirəm.